sayılar bərabər. Oyun başladı. Oyun başladı və hələ ki görünən budur ki, dəyişiklik yoxdur. Nə bu 99 Matriboslar Budapeşt təmsilçisinin daha bir hücum cəhdi. Ferenc Varoşun təhlükəli hücumu və Kohalski komandasını qoldan xilas edir. Baxırıq, bax bu cəhdə bu Eduardo Lopez Cruz özü də zərbə vura bilərdi. Gücdən zərbə yerinə yetirməyə hazırlaşır futbolçusu, ötürmə qapı qarşısına və düz Kohalskinin üstünə gəldi burada. Hakim görünə daxil olub Deniz Dibuşun əvəzinə. Langa nəzarət edir topa. Sevikyana topa toxunmağa imkan vermir. Bruno Langa və topu uzaqlaşdırdı. Riya komandasından ciddi şəkildə dəlalət eləmir. Nə komandanın çox həddindən artıq güclü və ya zəif olduğunu dəlalət. Sadəcə olaraq bu lazımı komandanın hazırlıq prosesində əsas lazımlı görüşlərdən biridir. Baş məşqçilər üçün çox xüsusi əhəmiyyət kəsb eləyir. Hazırlıq planına xüsusi təsir göstərir indi. Montiel'in uzaq məsafədən cərimə zərbəsini izlədik. Avstriyaya yollandı və burada işarə verildi. Birbaşa qapıya zərbə. Varga yumruğu ilə topu uzaqlaşdırır. Sevikyan da uzaqlaşdırdı. Uzaq məsafədən zərbə olacaqmı qapıya? İndi hələ ki Montiel topu özündə saxlayıb. Montiel. Ötürmə qapı önünə və topu meydandan çıxar. Montiel ötürmə. Dərhal geri qayıtmağa, geri çəkilməyə çalışır Qarabağ futbolçuları, müdafiə xətti. Uzun ötürmə. Kaniçevski istiqamətində sinəsi ilə saxladı. Yaxşı saxladı topu cüssəsi ilə. Ötürmə Abdullah Zubir. Out. Baz aparacaq. Və hazırlıq proseslərinin də əsas hissəsi məhz həmin turnir üçün. Zubir sol tərəfdədir. Langa qaçır cinah boyu. Montiel. Və Yankovic zədələndi. Yankovic maraqlı hansı epizodda zədələndi. Futbolçu zədələnərək oyunu davam etdirə bilmədi. Montiel zərbə olacaqmı? Bədavi və toxunuş da var idi. Toxunuş da var idi. Bədavinin qüvvəti. Kadiyə çatmasa da Bikali oradadır. Komanda yoldaşının topu. Ötürməsi yaxşı alınmır. İndi bax bu hücum təhlükəli oldu. Daxladı topu komanda yoldaşı üçün. Sola ötürmə yaxşı alınıb. Zubir yenə də ona qaytara bilər. Kadi. Rəqibin cəlbə meydançasındadılar. Kadinin zərbəsi. Elvin Cəfərquliyev meydana daxil olacaq. Uzun müddət idi komandanın düşərgəsindən kənarda qalmışdı. Cəzalı vəziyyətdə idi klubun daxili nizam-intizam qaydalarını pozduğuna görə və bugün səhərki görüşdə də, günün ilk yarısında keçirilən görüşdə də iştirak eləmişdi. İndi də meydana daxil oldu Lanqanın əvəzinə. Cəfərquliyev. Bədavi Hüseynov. Azərbaycan futbolu üçün, Azərbaycan futbolunun son illərdə yetişdirdiyi çox vacib, çox istedadlı simalardan, adlardan biri də Elvin Cəfərquliyev. Alındı. Zərbə qapı qarşısına, ötürmə qapı qarşısına daha doğrusu. Rəqib ələ keçirir indi. Sürət yığaraq Savoda öz sürətinə istifadə edib müdafiəçilərə kömək eləməyə gəldi burada. Zəkəriyə Savo. Və sona qədər fikir verin, hardadır? Müasir futbol bu dəqiqə onu tələb eləyir. Dəxli yoxdur, ola bilsin ki, sən nominal forvardsan. Zubir soldan Cəfərquliyev dəstək verir hücuma. Cəfərquliyevin ötürməsi. Bədavi. Bikalyo. Sağ cinahdan qapı qarşısına. Toxunan olamadı. Kadi alladır bir rəqibini. 2 nəfər önündədir. Kadi ötürməsi dəqiq alındı. Kadiyə yenə də top gəldi, çatdı. Kadinin önünü. Kadi. Bax bu epizodda yıxıldı rəqibi ilə mübarizədə. Kadi Borges. Meydana sonradan Yankovic'in yeni, hər ikisi yeni futbolçu. Cəli Muadib.
Portimonense klubundan Samuel Laboto. Qarabağ. Cəli Muaddib. Elvindən sağ tərəfə uzun Ferenc Varoş heyətində. Pedro Bicalio'da da top. Bədavi ötürmə istəyirdi və ötürməndə qəbul elədi. Sol cinah. Elvin, Cəfər Quliyev. Bir-birlərini başa düşmədilər. Və sağ cinahdan indi Laboto ötürməyə yaxşı fikirləşmişdi. Ancaq topu çatdıra bilmədi irəliyə. Topu vermədi. Sol tərəfdən Zubir. Onu vaxtında görməli idi. İndi rəqibdən qayıdan top. Zərbə vurmaq lazımdır. Tələsmədən sol tərəfə. Burada Elvin topladı. Və tək dokunuşlu ötürmələr əla alınır Qarabağda. Kadi, Zubir, Elvin ötürmələri bir-birinə əvəzləyir. Offside-da yoxdur. Var deyəsən amma var deyəsən. Kadi. Muaddib. Cəli Muaddib topu pressing sayəsində ələ keçirdilər Qarabağın indi. Son dəqiqələrdə hesabı və Elvincə küncdən zərbə yerinə yetirir. Rəqib komanda ötürmə qapı önünə. Uzaq küncə. Muaddib uzaqlaşdırdı. Onda da artıq uzun müddətdir ki, məhz bu oyun tərzinə, bu oyun taktikasına sadiq qalır. Yankovic keçdi rəqibləri və son anda yıxdılar onu. Mediada bir sıra bu barədə xəbər dolaşdı, ancaq Yankovic özü getməyi planlaşdırmadığını bildirdi. Qarabağda qalmaq istədiyini bildirdi və hələ ki yeni mövsüm hazırlıqlarına da Qarabağda davam edir. 7-ci dəqiqə hazırlıq maçında Qarabağ cərimə zərbəsi yerinə yetirir və top qapıdan azca aralı meydandan çıxır. Və indi əks hücum təhlükəli ola bilər rəqibdən. Marius Korbu və Edgar hər kəs ötürmək gözləyir. Sevikyandan ötürmə uzaqlaşdırdılar. Ardınca da Camilo Duran davam etdirəcəklər. Qarabağın yeni transferi Renaldo Sefas'ın adı iştirak ərizəsinə daxil edilməyib. Liqasının birinci təsnifat mərhələsinə çıxış edəcək Qarabağ. İyulun 9-unda İslandiyanın Vestri komandası ilə qarşılaşacaq. Birinci təsnifatdan başlayıb yer gəlmişkən Qarabağ yeni mövsüm Avropa macərasına yıxdılar burada. Soldan alınmadı, sağdan cəhdi davam etdirmək olar. Lima Castro rəqibi yıxıldı, ancaq hakim davam etdirir. Camilo Duran, Castro, 2 nəfərin əhatəsindən çıxsa da sağ ötürmə, Duran istiqamətində bərk idi. Yankovic topu qazandı, Montiel sağ tərəfə ötürmə, buradan hücum davam edəcək, qapı qarşısına, zərbə vurmaq alınmadı. Qapıya uzaq məsafədən zərbə, təhlükə qazandı. Sol ayağı ilə qüvvətli zərbə qapı istiqamətində və çox təhlükəli idi. Bu hücumların sırasında və indi bunun ardını gətirə bilərlər. Standart vəziyyət, küncdən zərbə yerinə yetirəcək Qarabağ futbolçuları. Ötürmə verilir qapı qarşısına, yaxın küncə uzaqlaşdırdılar. Təbii ki, indidən hələ konkret bir qərar eləmək, uzun müddət şahidiyik. Ötürmə Savikyandan. Orada heç kəs yox idi. Əvəzində Qarabağın qapıçısı Mateusz Kochalski. Burada Montiel. Yaxşı, dəqiq ötürmələr irəliyə bildi Qarabağ futbolçuları. İndi növbəti təhlükəli hücum ola bilər. Ötürmə pis alınmayıb və qayda pozulmayıb. Qaydan top. Top qapıdan aralı. Meydandan çıxır. Camilo Duran bu fürsətdən yararlana bilmədi. Zubir yenə də ənənəvi şəkildə sol cinahdan daxil oldu. Ötürmə Montiel'dən bir qədər ayağı sürüşdü, büdrədi burada. Amma Montiel'in zərbə vurmaq üçün Camilo Duran'ın daha doğrusu zərbə vurmaq üçün yaxşı bir imkanı var idi. Montiel.
Zubir. Yankovic. Qarabağın təzyiqi davam edir. Kamilo Duran. Zubir hücum əsnasında sağa gəldi, keçdi və uzaq məsafədən topla meydan özlərinə aid olan hissəsindən çıxmağa çalışırlar. Bunlar da elə də yaxşı alınmır. Alınanda da bax belə müdafiəçilərimiz Vanqanı yıxsalar da qayda pozulmadı indi. Ferencvaroşun təhlükəli hücumu. Zərbə qüvvətli idi. Sevikyanın bu zərbəsindən sonra dəqiq oynadı qapıcı Matias. Künc nöqtəsindən aralandı Edgar. Sevikyan topu künc nöqtəsindən vuracaq cərimə meydançasına tərəf. Və işarə də verilib. Ötürmə qapı qarşısına. Başla zərbə. Dəqiq alınmadı. Qaydan top və Koxalski. Qarşılıqlıq yarandı. Hakimin fiti səslənir burada. Və indi təhlükəli əks hücum Qarabağ qapısı önündə. Zərbə olacaqmı? Son anda. İmkan vermirik. Son anda təcrübəli Bədavi kapitan imkan vermədi. Və ən məşhur futbolçularda məhz budur. Ötürmə qapı önünə və hesabı açdılar. Bax, bu təzyiq son dəqiqələrdə artmışdı. Montiel'dən ötürmə qapı qarşısına və qısa ötürmə ilə başlayırlar. Montiel. Müəyyənləşdirmək baxımından çox vacibdir. Rəqibin daha bir hücum cəhdi. Sağda boşluq var idi. Bax, bu boşluq artıq Bruno'nun gözünü çatdırmalıydı. Çatdırdı özünü. Ötürmə qapı qarşısına. Kanichevski Montiel'dən əvvəl topla oynadı. Kanichevski yıxıldı, durdu. Topu meydanda saxlaya bildi. Ötürmə geriyə. Eduardo Lopez Cruz. Lopez Cruz divar ötürməsi. Başla zərbə. Top qapının üstündən meydandan çıxır. Daha bir təhlükə idi. Kamilo Duran. Dikkalio istiqamətində ötürmə. Çatır. İrəliyə Montiel cərimə meydançasındadır və burada nə baş verdi? Hakim yoxdur deyir. Heç nə deyir yoxdur burada. Montiel topun yaxınlığındadır. Cərimə zərbəsini yerinə yetirəcək. 41-ci dəqiqə. Ferencvaroş 1, Qarabağ 0. İşarə gəlir. Ötürmə də verildi. Qapı önünə başla zərbə. Bədavinin başla zərbəsi.